Salam izləyicilər. Bugün sizə maraqlı bir olimpiada məsələsinin həllini göstərəcəm. Sual belədir. 0-pi intervalında x1, x2 və x3 fərqli həqiqi ədədləri sekans 2x minus sekans x bərabərdir 2 bərabərliyini ödəyir. Elə qarşılıqlı sadə m və n tam ədədləri var ki, pi bölünsün x1 topla x2 plus x3 bərabərdir m bölünsün n. 10m plus n cəmini tapın. Variantlarda verilib. Keçəgin sualın həllinə. Sualın həllini mən burada qeyd eləmişəm. Əvvəlcə burada bir məlumatlar verək. Sekans x 1 bölünsün kosinüs x-ə bərabərdir. Və əlavə bir məlumatlar verim ki, sinüs 18 dərəcə kök 5 minus 1 bölü 4'dür. Kosinüs 36 dərəcə isə kök 5 plus 1 bölünsün 4'dür. İndi bunların çıxarılışı ayrı bir mövzudur. Mən burada hazır bir fakt kimi istifadə edəcəyim bunları. Məsələnin həllinə baxaq. Onda yazıram. Sekans 2x əvəzinə 1 bölünsün kosinüs 2x. Sekans x əvəzinə 1 bölünsün kosinüs x çıxılsın. Bərabərdir 2. Hər tərəfini ortaq məxrəcə vursaq, yəni ortaq məxrəc kosinüs x vurulsun kosinüs 2x-dir. Alınar 2 kosinüs x vur kosinüs 2x bərabərdir kosinüs x çıxılsın kosinüs 2x. Kosinüs 2x'in açılışı 2 kosinüs kvadrat x minus 1'dir. Qeyd eləmişik. Və sağdakı ifadələri də işarəsini dəyişib biz sola keçidmişik. Alınır 2 kosinüs x vurulsun 2 kosinüs kvadratı x minus 1 çıxılsın kosinüs x. Üstə gəlinsin 2 kosinüs kvadratı x minus 1. Vurub açanda alınır 4 kosinüs kubi x çıxılsın 2 kosinüs x. Çıxılsın kosinüs x, üstə gəl 2 kosinüs kvadratı x minus 1 bərabərdir 0-a. Sadələşdirəndə alınır 4 kosinüs kubi x, üstə gəlinsin 2 kosinüs kvadratı x, çıxılsın 3 kosinüs x çıx 1 bərabərdir 0. Biz burada kosinüs x-i bir t ilə əvəz edək. Alınar 4t kubu, üstə gəl 2t kvadratı çıx 3t minus 1 bərabərdir 0. Biz bunun bu çoxədli tənlikdə sərbəst hədd burada mənfi 1'dir. Sərbəst həddin vuruqları isə, tam bölündüyü ədədlər isə mənfi 1-dən müsbət 1'dir. Yəni seçmə üsulla buradakı t'lərin yerinə mənfi 1 və müsbət 1'i yazıb yoxlayanda t bərabərdir mənfi 1 bu tənliqin kökünü ödəyir. Yəni yerinə də qoyub yoxlayanda 0 alınır. 4 vur mənfi 1'in kubu, üstə gəl 2 vur mənfi 1'in kvadratı, çıx 3 vur mənfi 1 çıx 1. Bərabər mənfi 4, üstə gəl 2, üstə gəl 3 çıx 1 bərabər 0 edir. Yəni t bərabər mənfi 1 bu çoxadil tənliyin köküdür. Onda t mənfi 1 olduğuna görə vuruqlardan biri mütləq t plus 1'dir. O zaman biz bu çoxadilini t plus 1'ə bölsək 4t kvadratı minus 2t minus 1 alınır. Deməli t plus 1 vurulsun 4t kvadratı minus 2t minus 1 bərabər 0. Hər bir vuruğu 0'a bərabər etsək birinci vuruğun kökü t bərabər mənfi 1'dir. İkinci vuruq isə kvadrat 3 hədlidir. Bunun da kökləri kök 5 plus 1 bölünsün 4'dür. Bir də mənfi kök 5 minus 1 bölünsün 4'dür. O zaman t'nin yerinə biz kosinüs x qoyuruq. Kosinüs x bərabər mənfi 1. Kosinüs x bərabər kök 5 plus 1 bölü 4. Kosinüs x bərabər mənfi kök 5 minus 1 bölü 4. X da daxil edir hara? 0 pi aralığına. 0 radyanla pi radyan arası. Biz bunu dərəcə ilə yazaq ki, daha tez hesablayaq. 0 dərəcə ilə 180 dərəcə arası. Deməli, kosinüs mənfi 1'i 0-180 dərəcə arasında yalnız elə 180 dərəcədə alır. x1 bərabər 180 dərəcə. Kök 5 plus 1 bölünsün 4 müsbət ədəddir. Kosinüs işarəsi müsbət olaraq 1-ci və 4-cü rüblərdədir. Deməli, bunun qiyməti 4-cü rübə aid ola bilməz. Çünki x 0 ilə 180 dərəcə arasındadır. Yəni 1-ci rüblə 2-ci rübə aralığındadır x. Deməli, bunda yalnız bir kök olacaq. x2 bərabərdir 36 dərəcə. Kök 5 plus 1 bölü 4'ü kosinüs 36 dərəcədə alır. Yuxarıda qeyd etmişdir. Kosinüs x bərabər kök 5 minus 1 bölünsün 4. Kök 5 minus 1 bölünsün 4 sinüs 18 dərəcədir. Deməli, kosinüs x bərabər mənfi sinüs 18 dərəcə. Kosinüs mənfi qiyməti ikinci rüblə üçüncü rübdə alır. Deməli, üçüncü rübün bu bucağı ola bilməz. Çünki 0-180 dərəcə arasıdır x-in daxil olduğu aralıq. Bu ikinci rübə düşməlidir.
Sinüs 18'i biz çevirmə düsturu ilə mənfi sinüs 18'i yazmaq olar belə. Kosinüs 108 dərəcə kimi. Yəni bunu 90 kosinüs 108'i 90 plus 18 yazsaq, çevirmə düsturuna görə mənfi sinüs 18 alınır. Deməli, üçüncü kökdə oldu 108 dərəcə. O zaman pi bölünsün 3 kökün cəmi bərabərdir. 180 bölünsün 180 plus 36 plus 180. O da eləyir 180 bölü 324. 36'ya ixtisar aparmalıyam ki, sürətlə məxrəc qarşılıqlı sadədə də olsun. Alınır 9'da 5. Buradan M5, M9 alınır. O zaman M5, M9 alındığı